Qubanın Yeni Güləzi kəndində şəhid Fərid Alimovun adını daşıdığı küçə və kənd qəbirstanlığına gedən yola ümumilikdə 1000 kvadrat metr sahəyə asfalt örtüyü döşənib. Asfaltlama işləri Quba rayonu Söhüb kənd bələdiyyəsinin hesabına həyata keçirilib. Bələdiyyənin büdcəsindən ayrılan vəsait hesabına digər işlərlə yanaşı şəhidin adını daşıdığı və ya valideynlərinin də yaşadığı küçəyə asfalt örtüyü döşənib. Yeni Güləzi kəndi 2010-cu ildə baş verən torpaq sürüşməsi nəticəsində Dağ Güləzi kəndinin sakinlərinin rayonun aşağı Atuç kəndi ərazisində salınmış yaşayış masivinə köçürülməsi nəticəsində yaranıb. Yeni Güləzi kəndinin küçələri və mərkəzi bayraq meydanında da abadlıq işləri görülüb. Kənd ərazisinə məişət tullantılarını atmaq üçün qutu qoyulub, kənd qəbirstanlığına isə su xətti çəkilib. Kənd qəbirstanlığına gedən yol da artıq asfalt təbəqəsi ilə döşənib, orada da işlər gedib və qəbirstanlığın ətrafının da deməli hasara alınması üçün deməli işlər planlaşdırılır bələdiyyə sədri tərəfindən və bütün bu işlər əlbəttə ki, bələdiyyənin öz vəsaiti hesabına deməli olub, tamamlanıb və gələcəkdə də deməli abadlıq işləri üçün müəyyən planlar var. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olmuş, 2021-ci ildə Azərbaycan-İran sərhədində dövlət sərhədinin mühafizəsi zamanı sərhəd pozucuları tərəfindən açılan atəş nəticəsində şəhid olmuş Kiçik Gizir Alimov Fəridin atası Elçin Alimov bu işdə əməyi olan hər kəsə təşəkkür edib. Mənim oğlum 2021-də şəhid olub və əvvəl biz daha doğrusu yuxarı Güləzdə yaşamışıq. Sürüşmə nəticəsində biz üçün dövlətimiz çox sağ olsun ki, yeni masiv tikib, kənd salıb, hər bir şəraitimiz var. Yəni ki, kənd əvvəl asfalt olub, oğlum şəhid olandan sonra oğlumdan başqa şəhid var, Talib Babayev, o uşaqların adına küçə verilmişdi. Kəndin aşağıki başında bir balaca yer dağınıq idi, qəbirstanlığa gedən yol. Artıq o hissəyə də asfalt çəkilib. Qeyd edək ki, Yeni Güləzi kəndi salındıqdan sonra gənc ailələr yaşayış üçün Fərid Alimovun adını daşıdığı küçədə yeni evlər tikməyə başlayıb. Bu yeni yaranmış hissəyə əvvəllər asfalt örtüyü döşənməmişdi. Aydın Gözəlov bugün informasiya proqramı üçün.